Salam hörmətli izləyicilər. Bu gün Sərdar müəllimlə sizə e, 28 fevral tarixində keçirilən Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsinin yuxarı siniflər üçün olan testlərini izah edəcəyik. Sərdar müəllim, buyurun özünüzü təqdim edin zəhmət olmasa. Salam hər kəsə, xoş gördük hamını. Mən Sərdarlı Bakı şəhər Yasamal rayon 38 saylı məktəbin coğrafiya müəllimi. Aha, başlaya bilərik müəllim. Başlayaq. Birinci sualla başlayaq. Birinci sualda Nil çayı ilə aşağıdakı çayların oxşar xüsusiyyətlərini müəyyən etməyimizi istəyir. Mekong çayı yayda bozlu olur. Bu ifadə hər ikisinə oxşardır, düzdür. Mekong çayı muson rejimli çaydır. Ona görə yaydadır. Nil çayının əsas qolları məhz subekvatorialdan başladığına görə, ona görə yayda bozlu olur. 2. Stoplayıcı hövzəsində yerləşən bütün ölkələr okean sahili mövqeyə malikdir. Əlbəttə ki, biz Laosu götürərək bunun yanlış olduğunu deyə bilərik. Stoplayıcı hövzəsi iki işıqlanma qurşağında yerləşir. Bu hər ikisi üçün doğru fikirdir. Hər ikisi şimal tropik xətti ilə kəsişir. Və ikinci Mississippi çayı ilə mənsəbinin yerləşdiyi ölkədə ümumdaxili məhsulda ən böyük paya iqtisadiyyatın üçüncü sektoru aiddir. Bu əslində biraz fikir ayrılığı yarada bilər. Çünki Mississippi çayının mənsəbi ABŞ-da yerləşir. Yüksək inkişaf etmiş ölkədir deyə əlbəttə ki, burada üçüncü və dördüncü sektorun payı daha çoxdur. Amma Nil çayının mənsəbi isə Misirdir. Misir isə inkişaf etməkdə olan ölkədir, düzdürmü? Amma burada turizmin yüksək inkişaf etdiyini nəzərə alaraq üçüncü sektor deyə bilərik. Mənsəbin mülayim işıqlanma qurşağında yerləşir ifadəsi hər ikisi üçün ortaq xüsusiyyətdir. 25 şimal enliyi ilə kəsişir ifadəsi Mississippi üçün uyğun olmamalıdır. Mississippi təxminən 28 şimal enliyinə qədər, yəni gəlir ondan aşağı yaxınlaşmır. Şimal, Şimal tropikin Florida yarımadasının cənubundan keçdiyini nəzərə alsaq, oradan ora 1,5 dərəcə olmazsa daha böyük Bəli, daha məsafə. böyük olmalıdır. Düzdür, ona görə yanlışdır. Deməli, burada A və B götürəcəyik. Parana çayı stoplayıcı hövzəsində çöl təbii zonası yayılır. Parana çayı üçün doğru olsa da, bu Nil çayı üçün doğru deyil. Çünki Afrikada çöl təbii zonası yoxdur. Yerləşdiyi materikdə nival landşafta rast gəlinir. Materik olduğu üçün Afrikada Kilimanjaro zirvəsində, Cənubi Amerikada Ant dağlarında mövcuddur. Mənbəyində günəş il ərzində günorta vaxtı üfüqün həm şimalı, həm də cənub tərəfində görünə bilər. Yəni demək istəyir ki, tropiklər arasında yerləşir mənbəyi və həm Nilin, həm də Parananın mənbəyi tropik işıqlanma qurşağında yerləşir. Burada doğru cavab birinci üçün A, C, ikinci üçün A, B, üçüncü üçün isə B, C. Yəni doğru cavabımız burada Y variantı olacaq. Doğrudurmu? Bəli, niyə var? Növbəti sualımız mənim zəhmət olmasa. Doğru fikirləri müəyyən et. Niger və Nigeriya dövlətlərinin dünya okeana birbaşa çıxışı mövcuddur fikri yanlışdır. Çünki Niger materik daxili ölkədir. Nigeriya Qvineya körfəzi sahilində yerləşsə də Nigerin dünya okeanına çıxışı yoxdur. Dünyada ən böyük fosforit qurşağı Şimali Afrikadadır. Bəli, dünyanın ən böyük fosforit qurşağı Atlas dağlarıdır və orada Mərakeş ərazisinə düşür. Alternativ enerji mənbələrindən istifadə zamanı lokal səviyyədə olsa belə ekoloji problem yaranmır fikri düşünürəm ki, yanlışdır. Çünki kiçik bir ərazidə belə ekoloji problemlər yarada bilər. Alternativ, məsələn, su elektrik stansiyasının tikintisi düzdür, su ekoloji problem yaratmır, amma o torpağı da korlaya bilər, məsələn, şoranlıq yarada bilər. Bu da bir ekoloji problem sayılır. Ona görə bunu götürmürük. Dünya üzrə 1960-1990-cı illərdə əhalinin orta illik təbii artımı 1990-2025-ci illərdəki ilə müqayisədə daha yüksək olub. Fikrimcə bunu düz götürə bilərik. Çünki İkinci Dünya müharibəsindən sonra ölkələr əksərən əhalinin sayının artırmasına yönələn tədbirlər gördülər və həmin illərdəki təbii artım göstəricisi müasir dövrdən daha yüksək olub. İnkişaf etmiş ölkələrdə əhalinin əksəriyyəti şəhərlərdə yaşayır fikri doğrudur. Çünki inkişaf etmiş ölkələrdə urbanizasiya səviyyəsi yüksəkdir.
Xam mal ixracatından yüksək asılılıq iqtisadi riskləri azaldır fikri yanlışdır. Çünki əgər bir ölkə xam maldan asılıdırsa, bu xam mal tükənərsə əgər, bu ölkədə böhran yaradır. Ona görə də iqtisadi risklər artar. Burada cavab 2, 4, 5-dir. Bəli, bir də fikrinizə əlavə kimi qeyd edim ki, alternativ enerji mənbələrində məsələn yadınıza gəlirsə universitetdə tədris olunan materiallarda qeyd olunurdu ki, məsələn külək elektrik stansiyası ekoloji cəhətdən təmiz olsa da, amma ekologiyaya ziyanı var. Məsələn quşlar böyük məsafədə köç edərkən böyük və həmin ərazidən keçərkən təbii ki, gecə vaxtı külək elektrik stansiyalarının həmin o e, necə deyim, o fırlanan çarxları ilə toqquşub, yəni quşların məhv olmasına səbəb olurdu. Bu da əlbəttə ki, ekoloji bir problem idi. Üçüncü suala baxaq. Ölkəmizin iqtisadi rayonları ilə bağlı doğru fikirləri müəyyən etməyimizi istəyir. Deyir ki, bütün iqtisadi rayonlarda inzibati rayon mərkəzi olmayan şəhərlər mövcuddur. Rayon mərkəzi olmayan şəhərlər dedikdə, məsələn, Bakı, Xudad, Liman, Qovlar kimi şəhərlər nəzərdə tutulur. Yəni kəndi olmayan şəhərlər. Amma biz bilirik ki, Dağlıq Şirvanda və Şəki-Zaqatalada, Mil Muğanda və sair rayonlarımızda inzibati rayonların sayı şəhərlərin sayına bərabərdir. Yəni burada rayon mərkəzi olmayan şəhər mövcud deyil. Burada olan şəhərlər hamısı rayon mərkəzidir. Burada deyir ki, bütün iqtisadi rayonlarda inzibati rayon mərkəzi olmayan şəhərlər mövcuddur. Bu səhvdir. Qarabağ iqtisadi rayonunda yalnız bir inzibati rayonun xarici ölkəyə çıxışı var ifadəsi doğru ifadədir. Burada da söhbət Füzuli rayonundan gedir. Lənkəran Astara iqtisadi rayonu 3 fiziki coğrafi rayon ərazisində yerləşir ifadəsi doğrudur. Burada Talış, Lənkəran və Lənkəran inzibati rayon ərazisinin bir hissəsi Qızılağac körfəzi sahillərində yerləşdiyinə görə Kür Araz da əlavə etmək olar. Yəni 3 fiziki coğrafi rayondur, doğrudur. Ölkəmizin müvafiq olaraq şimal və qərb ucqar nöqtələrinin yerləşdiyi iqtisadi rayonlarda. Öncə bunları müəyyən edək. Şimal ucqar nöqtəmiz Qutondağdır, Şəki-Zaqataladır. Qərb ucqar nöqtəmiz Sədrəkdir, Naxçıvandadır. Və hər ikisində həm filiz, həm də qeyri-filiz faydalı qazıntı ehtiyatları mövcuddur ifadəsi doğrudur. Hər ikisində polimetal filizləri var və filiz olaraq nümunə göstərə bilərik. Qeyri-filizləri isə ən azı gili misal göstərmək olar. Bu doğrudur. Şəki-Zaqatala iqtisadi rayonunda şəhərlərin sayı 6 şəhər mövcuddur. 6 inzibati rayon hər birinin mərkəzi şəhərdir. Qazax Tovuzda 5 inzibati rayon və Tovuz rayonunda inzibati rayon mərkəzi olmayan Qovlar şəhəri. Yəni 6 şəhər mövcuddur. Yəni Şəki-Zaqatala iqtisadi rayonunda olan şəhərlərin sayı Qazax Tovuz iqtisadi rayonunda şəhərlərin sayına bərabərdir ifadəsi. Bu da doğru ifadədir. Gəncə Daşkəsən iqtisadi rayonunda vulkanik süxurlara rast gəlinmir ifadəsi əlbəttə ki, yanlış ifadədir. Burada vulkanik süxurlar mövcuddur. Deməli, burada ikinci, üçüncü, dördüncü və beşinci doğru oldu. Yalnız 1 ilə 6 yanlışdır. Mənim fikrimcə burada C və D variantları doğru variant kimi qəbul edilməlidir. Fikriniz varmı müəllim bundan bağlı? Mən də elə sizin kimi düşünürəm. Yəqin ki, bu sual ya ümumiyyətlə hamının xeyrinə hesablanacaq, ya da ki, CD yazanın hər ikisi doğru qəbul olunacaq. Çünki burada 2, 3, 4, 5-ci variantlar 100% doğru variantlar. Bəli, tamam. Növbəti suala keçin. Materiklərlə bağlı doğru fikirləri müəyyən edin. Afrika materikinin ərazisində mövcud olan bütün iqlim qurşaqları tam zolaq təşkil edir fikri yanlışdır. Çünki ekvatorial iqlim Şərqi Afrika yaylasında qırılır, orada subekvatorial iqlim yaranır. Ekvatorial iqlim tam zolaq əmələ gətirmir. Cənubi Amerika materikinin yalnız bir ucqar nöqtəsi şimal yarımkürəsində yerləşir. Burada söhbət onun şimal ucqar nöqtəsi olan Qalinasdan gedir. Qalanları ekvatordan cənubdadır. Bu fikir doğrudur. Şimali Amerikada bütün çayların mənsəbi okean səviyyəsindədir. Bu fikrin yanlış olduğunu düşünürəm. Çünki biz çayların qollarını da çay kimi qatsaq, onlar hamısı okean səviyyəsindən yuxarıdadır. Həm də Azərbaycan kimi kiçik bir ölkədə 8400 çay varsa, Şimali Amerikada indi bizim 10 minlərlə çayımız var. Onların
hamısının okeana töküldüyünü, yəni real hesab eləmirəm. Yəni dəqiq bir çay adı çəkməyəcəm burada, yəni hansı yuxarıdadır, amma hökmən ki var. Avstraliyanın ən uzun çayı yalnız mülayim işıqlanma qurşağında yerləşir. Avstraliyada burada Murray-Darling çay sistemindən söhbət gedir. Əslində Darling Murraydən daha uzun bir çaydır və orada elə mülayim işıqlanma qurşağında yerləşir. Bu doğru fikirdir. Antarktidada orta illik temperatur -80 dərəcədən aşağı olur fikri yanlışdır. Çünki Antarktidada ən mənfi temperatur əgər rekord 91-dirsə, yəni orta illik heç vaxt 80 ola bilməz. O da heç hər il müşahidə olunmur. Avrasiya materikin həm şərq, həm də qərb uzqar nöqtələri olduğu saat qurşaqları 4 yarımkürədə yerləşir fikri doğrudur. Çünki şərqindən 180, qərbindən Greenwich keçir və onlar 0 və 12-ci saat qurşaqları 4 yarımkürədə yerləşirlər. Burada fikrimizə 2, 4, 6 olacaq. Bəli. Qatılırsınızmı müəllim? Bəli, bəli. Doğrudur. Bir də üçüncü bəndə əlavə kimi qeyd edə bilərik ki, məsələn, Missouri çayı, Missouri və Ohio çayları, Arkansas çayları nümunə kimi göstərsək, Mississippi-nin qoludur. Mississippi əgər okeana tökülürsə, deməli onun qolu da mütləq okean səviyyəsindən yuxarıda yerləşməlidir. Yəni cavab doğrudur. Sualda və izahda problem yoxdur. Beşinci sualı izah edək. Beşinci sualda cədvələ əsasən uyğun xüsusiyyətləri seçin deyir. Argentina qərb yarımkürəsində mütləq hündürlüyü ən yüksək olan dağ zirvəsi yerləşir. Əlbəttə ki, burada Akonqaquadan söhbət gedir. Bu doğrudur. Argentina və Çili sərhədində yerləşir. Kair Respublikası qurudan ancaq iki ölkə ilə həmsərhəddir ifadəsi səhvdir. Yalnız bir ölkə ilə Koreya Xalq Demokratik Respublikası ilə sərhəddir. Meksika əhalinin əksəriyyəti ovalıqlarda yaşayır. Meksika yaylası və orada əlbəttə ki, Meksika dağlıq ölkədir. Ona görə ovalıqlar geniş sahə tutmur, dağlıqlar geniş sahə tutur. Çar yalnız mülayim işıqlanma qurşağında yerləşir ifadəsi də yanlışdır. Çünki cənub tropik xətti ilə kəsişir. Yeni Zelandiya qərb sivilizasiyası hakimdir. Bəli. Avstraliyada, Yeni Zelandiyada, Okeaniya ölkələrin əksəriyyətində qərb sivilizasiyası hakimdir. Düzdür. Kuba dəyişkən rütubətli meşələr təbii zonası yayılıb. Bəli, rütubətli tropik iqlim xarakterikdir və rütubətli tropik iqlimi üçün xarakterik olan dəyişkən rütubətli, o cümlədən musson meşələri yayılmışdır. Sualımızda doğru cavab 1, 5, 6 olacaq. Problem yoxdur ki, müəllim. Xeyr, Kubada əslində savannalar daha genişdir, amma şərq hissəsində də dəyişkən rütubətli meşələr var. Bəli, Ona hər görə iki bunu təbii zonaya rast gəlirik. götürə bilərik. Doğru fikirləri müəyyən edin. Balaton və Venerin göllərinin yerləşdiyi ölkələrin inzibati ərazi quruluşu unitardır. Balaton Macaristanda, Venerin İsveçdə yerləşir və hər ikisi unitar ölkədir. Bu doğru fikirdir. Afrika materikinin sahəsinə görə ən böyük gölündə Kenya və Tanzaniyanın su akvatoriyası mövcuddur. Söhbət Viktoriya gölündən gedir və Viktoriyanın sahilində Kenya, Tanzaniya, Uganda kimi ölkələr var. Ona görə bu fikirdə doğru olacaq. Son bir neçə ildə ölkəmizin ümumi daxili məhsulunda iqtisadiyyatın aparıcı sektoru xidmət sektorudur. Əslində təbii ki, həmişə Azərbaycanda sənaye sektoru, yəni ikinci sektor daha güclü olub. Son bir neçə ildə inkişaf səviyyəsi nəzərdə tutulursa, əslində üçüncü sektorda biz aparıcı kimi burada inkişaf səviyyəsinin sürətinə görə götürə bilərik deyə düşünürəm. Argentina Mercosur təşkilatına üzv deyil. Bu Cənubi Amerikada mövcud olan bir təşkilatdır və orada üzv olmayan ölkələr qərbdə yerləşən Ekvador, Peru, Çili kimi ölkələrdir. Argentina, Braziliya kimi ölkələr bu təşkilata üzvdür. Çində ümumi daxili məhsulda iqtisadiyyatın xidmət sektoru ən sonuncu yerdədir. Bu fikir də yanlış olacaq. Çin inkişaf etmiş ölkə olmasa da, orada da xidmət sektoru inkişaf etmiş sahələrdən biridir. Kanada zəngin faydalı qazıntı ehtiyatlarına malik olduğu üçün ümumi daxili məhsulda iqtisadiyyatın birinci sektoru, yəni hasilat ən yüksəkdir demək istəyir burada. Kanadada hasilat sahəsi yüksək inkişaf edib, amma Kanada özü də yüksək inkişaf etmiş bir ölkə olduğu üçün orada əsasən sənaye və xidmət sahələri ön planda olacaq. Ona görə bu fikrində yanlış olduğunu düşünürəm. Cavabın C variantı olduğunu düşünürəm. Qatılırsınız müəllim?
Bəli, bəli. 1, 2, 3 doğru bənddir. Növbəti sualımızın izahına keçək. Burada Skandinaviya və Hindçin yarımadaları üçün doğru sıraları seçin. Aiddir, aiddir. Birinci sütunda aid olan xüsusiyyətləri, ikincidə isə aid olmayan xüsusiyyətləri götürməliyik. Burada qeyd olunur ki, iki yarımkürədə yerləşir. Bəli, hər iki yarımada iki yarımkürədə yerləşir ifadəsi doğrudur. Sahilləri iki okean suları ilə yuyulur. Bu da hər iki okean üçün doğru xüsusiyyətdir. Amma aid deyilin altına veribdir. Bunu biz götürmürük. Monarxiya idarəetmə sisteminə malik ölkələr mövcuddur. Skandinaviyada Norveç, İsveç, Hindçin yarımadasında isə Kamboca və Taylandı götürə bilərik. Aprel ayında gecənin uzunluğu gündüzün uzunluğundan daha azdır. Biz bilirik ki, Şimal yarımkürəsində 21 mart tarixindən sonra gündüzün uzunluğu daha çox olur. Burada deyir ki, gecənin uzunluğu gündüzün uzunluğundan daha azdır. Bu, yəni gecənin uzunluğu az olur deyir deyə bu ifadə doğrudur. Gündüz daha çox olur. Bu da doğrudur. Ona görə bunu da götürmürük. Keçid iqlim qurşağında yerləşir ifadəsi. Hər ikisində keçid iqlim qurşağı mövcuddur. Məsələn, Skandinaviya yarımadasında subarktik şimal hissəsində, burada isə subekvatorial iqlim deyə bilərik. Dünya okeanına birbaşa çıxışı olmayan ölkələr mövcuddur. Birində Laos mövcuddur, amma digərində bütün ölkələrin çıxışı var. Yəni bu hər ikisinə aid deyil. Çayların hidroenerji potensialı yüksəkdir. Hər ikisi üçün bu doğru xüsusiyyətdir. Mekong çayı və ümumiyyətlə Skandinaviyanın qərbində olan çayların demək olar ki, əksəriyyəti Alta çayı buna bir nümunədir. Yəni hidroenerji potensialı yüksəkdir. Qurund suları səthə yaxın yerləşdiyi üçün şoran torpaqlar geniş yayılıb. Şoran torpaqlar Skandinaviya yarımadası üçün xarakterik ola bilməz, çünki Skandinaviya yarımadası rütubətli ərazidir və şoran torpaq olması üçün buxarlanma yüksək olmalıdır ki, su buxarlansın, yerində duz qalsın. Qar xəttindən yüksəkdə yerləşən ərazilər mövcuddur. Bu Hindçin yarımadası üçün xarakterik deyil, orada hündür dağlar mövcud deyil. Çayları yaylalarında boslu olur ifadəsi. Bu Skandinaviyada çayların əsas hissəsi mülayim dənizə aiddir deyə orada il boyu olar. Amma burada isə yayda olar. Bu aid olan xüsusiyyətdir Skandinaviya yarımadasına. Yəni bu hər ikisisinə oxşar xüsusiyyət deyil. Hə, yay aylarında boslu olmaq xüsusiyyət Hindçinə aiddir, Skandinaviyaya yox. İki okean suları ilə əhatə olunublar ifadəsi hər ikisinə ortaq cəhətdir. Deyir, günorta vaxtı şaquli dirəyin kölgəsinin öz uzunluğundan kiçik olduğu məntəqələr mövcud deyil. Bu ifadə yanlış ifadədir. Günorta vaxtı biz bilirik ki, günəş şüalarının düşmə bucağı 45 dərəcə olarsa, bu zaman kölgənin uzunluğu cismin öz uzunluğuna bərabər olur. Əgər 45 dərəcədən böyük bucaq altında düşərsə, o zaman kölgənin uzunluğu cismin öz uzunluğundan daha az olur, daha kiçik olur. Biz də bilirik ki, 23,5 dərəcədə günəş şüaları maksimum düşmə bucağı 90, qütb dairəsində isə maksimum düşmə bucağı 47 dərəcədir. Yəni 45 dərəcə ilə düşmək mümkündür. Yəni mövcud ola bilər. Bu isə deyir, mövcud deyil. Ona görə bu da yanlışdır. Bizdə doğru cavabımız 3, 4, 6 olacaq. 3, 4, 6. Əlavəniz varmı müəllim? Bəli, cavab tam doğrudur. Bir dənə bu axırıncı bənddə məncə o qədər hesablamaq olmasa da olar. Çünki birinə aid olsa bəs eləyir. Elə Hindçin yarımadasında günəş zenitdə olur deyə onsuz da ora 45-dən çox düşür, yəni Bəli, sıfıra bərabər olur. doğru. Növbəti suala keçid edək. Argentina və Malaziya üçün oxşar xüsusiyyətləri müəyyən edin. Ada vasitəsilə quru sərhəddi mövcuddur. Hər ikisini aid edəcəyik. Argentina odlu torpaq adasında Çili ilə sərhəddi var. Malaziya isə Kalimantan adasında həm İndoneziya, həm də Brunei ilə sərhəddi mövcuddur. Ərazisi ilə kəsişən hər hansısa bir meridianla Qrinviç meridianı arasında yerli vaxt fərqi 6 saat 40 dəqiqədir. 6 saatımız eləyir 90 dərəcə. 40 dəqiqəmiz də eləyir 10 dərəcə. Bu 100 dərəcə eləyir ümumilikdə. Argentina təbii ki 100 dərəcə qərb uzunluğuna düşə bilməz. 100 dərəcə qərb uzunluğu Sakit Okeanın ortasına düşən bir uzunluqdur. Ona görə bu fikir yanlışdır. İqtisadiyyatın üçüncü sektorunun payı daha yüksəkdir. Bu ölkələrin yeni sənayeləşmiş ölkələr olduğunu nəzərə alsaq, bunlarda üçüncü sektorun artıq yüksək inkişaf etdiyini deyə bilərik. Ona görə bu fikri doğru qəbul edirik.
İxracatda kənd təsərrüfatı məhsullarının payı daha yüksəkdir. Təbii ki, yanlışdır. Çünki bu əsasən geridə qalmış Afrika ölkələri üçün xarakterik xüsusiyyətdir. Fəaliyyətdə olan vulkanlara rast gəlinmir. Bunu Malaziya üçün götürə bilərik, amma Argentinada Lilialəka vulkanının bir hissəsi elə Argentina ərazisinə düşür. Ona görə bu fikir yanlışdır. Federativ inzibati ərazi quruluşuna malikdir. Hər ikisi üçün doğru fikirdir. Cavabımız burada 1, 3, 6 olacaq. Qatılırsınız müəllim? Bəli, tamamilə doğrudur. Növbəti suala keçək. 9 nömrəli tapşırığa baxaq. Doğru fikirləri müəyyən edin. İpək və Vecnəli yataqları müxtəlif inzibati rayonlarda, lakin eyni iqtisadi rayonda yerləşirlər. Bu ifadə doğru ifadədir. İpək xromit yatağı Laçında, Vecnəli qızıl yatağı isə Zəngilandadır. Hər ikisi Şərqi Zəngəzur iqtisadi rayonundadır. Ona görə doğrudur. Ağdağ seolit yatağının mövcud olduğu inzibati rayon, yəni Tovuz rayonu 2 fiziki coğrafi ərazidə yerləşir. Əlbəttə ki, Tovuz 3 fiziki coğrafi rayon ərazisində yerləşir. Gəncə Dağlıq, Qazax Qarabağ və Ceyrançol Acınöhür. Nehrəm Daşduz yatağının yerləşdiyi iqtisadi rayon, yəni Naxçıvan ərazisindən axan bütün çayların mənsəbinin mütləq hündürlüyü 200 metrdən çoxdur. Biz dərslikdən də bilirik ki, Naxçıvan arazboyu düzənliklərinin mütləq hündürlüyü 600 metrdən başlayır. Yəni 600 metrdən yuxarıdır. Əlbəttə ki, 600 metrdən yuxarıdırsa, 200 metrdən də yuxarı olacaq. Bu ifadə də doğrudur. Ölkəmizin əsas barit yataqları Böyük Qafqaz tektonik qalxma zonasındadır ifadəsi səhvdir. Kiçik Qafqaz Kiçik Qafqaz tektonik qalxma zonasındadır. Diaqçay molibden yatağının yerləşdiyi inzibati rayonda, yəni Ordubadda qırışıq qaymalı nival buzlaq relyef formaları mövcuddur. Qapıcıq zirvəsi Ordubadda yerləşdiyi üçün bu doğrudur. Yəni Zəngəzur silsiləsində bu var. Bu mineral bulağının yerləşdiyi inzibati rayon, yəni Qəbələdə denudasiya uğramış lokalitlərə rast gəlinir. Denudasiya uğramış lokalitlər vulkanik süxurlardır. Hansı ki, İlandağ kimi, İlandağ buna misaldır. Yəni bu Kiçik Qafqaz tektonik zonası üçün xarakterikdir. Böyük Qafqaz üçün xarakterik deyil. 1, 3, 5 doğru cavab olacaq. Fikriniz varsa müəllim buyurun. Xeyr, düzdür hər şey fikrimiz. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlış seçməliyik burada. NAFTA bu Şimali Amerika ölkələri təşkilatıdır. Təşkilatına üzv olan ölkələr eyni inzibati ərazi quruluşuna malikdir. Üzv olan ölkələr Kanada, Amerika, yəni ABŞ və Meksikadır. Üçü də federativdir. Ona görə bu fikir doğrudur. Çin və Çili qoşulmama hərəkatına üzv olan ölkələrdir. Çili qoşulmama hərəkatına üzvdür, amma Çin burada müşahidəçi qismində çıxış edir. Ona görə Çini biz bura götürə bilmərik. Bu fikir yanlışdır. ASEAN təşkilatına üzv olan ölkələrdən 4-ü monarxiya, yalnız biri federasiyadır. 4-ü monarxiya burada Tayland, Kamboca, Brunei və Malayziya 4 monarxiya var. Federasiya isə 1 yox, 2 ölkədir. Bu Myanma ilə Malayziyadır. Ona görə bu fikirlə yanlışdır. Norveç yalnız Avropa İttifaqına daxil olan ölkələrlə quru sərhədinə malikdir. Norveçin Rusiya ilə sərhəddə olduğunu nəzərə alsaq, bu fikir yanlışdır. Rusiya Avropa İttifaqına üzv deyil. İslam Əməkdaşlıq Təşkilatına 4 qitədən üzv olan ölkələr var. Gəlin baxaq. Afrikadan Ərəb ölkələri, Asiyadan da Ərəb və Mərkəzi Asiya, həmçinin Cənub-Qərbi Asiyada biz, Türkiyə kimi ölkələr, Avropadan Albaniya, Cənubi Amerikadan Qayana, Surinam. Yəni 4 qitədən bura üzv olan ölkələr var. Bu fikir doğrudur. Türkiyə, Rumıniya, Ermənistan və Albaniya Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdir. Bəli, bu fikir də doğrudur. İndi biz burada doğrudan doğru 1, yanlışdan yanlış 4 nömrəli cümlələri seçirik. Amma bu bizə bir cavab vermir. Fikrimcə bu sualda cavab çıxmır. Siz nə düşünürsünüz mən? Burada deməli cədvələ əsasən uyğunluğu müəyyən edin. Məncə də bax burada Çin və Çili qoşulmama hərəkatına üzvdür deyil. Çin burada müşahidəçidir, üzv deyil. Dərsliyə əsasən bu belədir.
ASEAN təşkilatına üzv olan ölkələrdən 4-ü monarxiyadır. Bu düzdür. Yalnız biri federasiyadır ifadəsi məncə yanlışdır. Çünki burada 2 dənə federasiya var. Bruney və Malayziya. Yox. Myanma Üzr və istəyirəm, Malay. Myanma və Malayziya fikrim qarışdı. Bəli, ona görə sizin fikrinizdən razıyam. Yəqin ki, bu sualı hamıya doğru kimi nəzərə alırlar. Gedişatda baxarıq yenə də yəqin ki, fikir dəyişikliyi yaranarsa yenidən izləyicilərə çatdırarıq. 11-ci suala baxaq. Doğru olmayan fikirləri müəyyən etməyimizi istəyir. Enba çayının mənsəbinin yerləşdiyi ölkənin ərazisindən axan ən uzun çay Şimal Buzlu Okean hövzəsinə aiddir. Enba çayının mənsəbi Qazaxıstanda yerləşir. Qazaxıstan ərazisindən axan Ob çayının qolları Tobol, Irtış, Işım çayları Şimal Buzlu Okean hövzəsinə aiddir ifadəsi doğrudur. Kopetdağ silsiləsinin yerləşdiyi ölkələrdə tropik səhralar mövcuddur. Kopetdağ İran və Türkmənistan sərhədində yerləşir. Əlbəttə ki, Türkmənistanda tropik səhra mövcud ola bilməz. Çünki Türkmənistan ərazisi subtropik və mülayimdə yerləşir. İssukul gölünün səviyyəsinin mütləq hündürlüyü Urmiya gölünün mütləq hündürlüyündən daha çoxdur. Əlbəttə ki, İssukul Qırğızstanda yerləşir və Qırğızstanın ərazisinin mütləq hündürlüyü 95% demək olar ki, 1000 metrdən yuxarıdır. Ona görə bu ifadə doğru ifadədir. İssukul gölü daha hündürdə yerləşir. Hilmənd İran, Əfqanistan, Okavongo Afrikada Cənubi yarımkürəsində yerləşir. Darling çayı Avstraliyada və bu Murray çayının qoludur. Əlbəttə ki, okeana aiddir. Şari çayı isə Çad gölünə tökülür. Daxili axar sövzəyə aiddir ifadəsi. Hilmənd üçün doğru, Okavongo üçün doğru, Şari üçün doğru, amma Darlingə görə yanlışdır. İravadi çayı transsərhəd çayı hesab edilmir ifadəsi doğru ifadədir. Tranzit çay olsa da transsərhəd hesab olunmur. Tranzit çay odur ki, bir çay bir neçə ölkə ərazisindən keçir. Transsərhəd odur ki, həm də ölkələr arasında sərhəd rolunu oynayır. Nümunə kimi, məsələn, Kür çayı tranzit çaydır, Samur çayı, Araq çayı isə transsərhəd çaylardır. Kil kanalı Danimarka ərazisindən keçir. Bu Almaniya üçün aiddir. Doğru cavab yanlışları soruşduğuna görə ikinci, sonra dördüncü və altıncı olacaq. Əlavəniz var müəllim? Xeyr, doğrudur fikriniz. Buyurun, növbəti suala keçək. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Yenə doğrudan doğru, yanlışdan yanlış seçməliyik. Tərtər və Həkəri çayları mənbəyində və mənsəbində 4-cü dövr çöküntüləri yayılıb fikri doğru olacaq. Çünki Tərtər və Həkəri hər ikisi Qarabağ vulkan yaylasından başlayır. Həmin ərazi 4-cü dövr süxurlardır. Tərtərin mənbəyi Kür çayıdır, Kür Arazda və 4-cü dövrdür. Həkəri isə Zəngilanda Araz çayına tökülür. Həmin hissədə düzənlik olduğu üçün 4-cü dövrdür. Bu fikir doğrudur. Türyançay 5 fiziki coğrafi rayondan axır. Gəlin baxaq. Türyançay başlayır Böyük Qafqazın cənubundan, orada Zaqatala Laxıç fiziki coğrafi rayonundan, keçir Qanıq Əyriçay fiziki coğrafi rayonuna, daha sonra Acınohur Ceyran çöl fiziki coğrafi rayonundan, Küdrü Şirvandan və ən sonunda da elə Kür Arazdan keçir və Kürə tökülür. Bu fikir doğrudur. Qafqaz dağlarından axan bütün çaylar Xəzər dənizinin su toplayıcı hövzəsinə aiddir. Burada əgər desəydi ki, bizə Azərbaycan ərazisindəki bütün çaylar, biz bunu doğru götürərdik. Amma söhbət Qafqaz dağlarının özündən gedirsə, təbii ki, buradan Qara dənizə də axan çaylar mövcuddur. Ona görə də bu fikir yanlışdır. Amudərya və Sırdərya çaylarının mənbəyinin yerləşdiyi dağlar Kaynazoy erasında yaranıb. Amudərya Pamirdən başlayır, Cavan dağıdır, Kaynazoyda, amma Sırdəryanın öz başlanğıcını Tian-Şandan götürür. Tian-Şan isə Paleozoy erasında Kaleodon Hertsin yaşlı bir dağdır. Ona görə bu fikir yanlışdır. Yanlışdan yanlış olduğu üçün götürürük. San Francisco çayı bir işıqlanma qurşağında yerləşir. Fikir doğrudur. San Francisco Braziliya yaylasından Atlantik okeana tökülən bir çaydır və onu tropik xətti kəsmir. Vulkanik mənşəli adalara litosfer havalarının həm konvergent, həm də divergent sərhədinə rast gəlir fikir doğrudur. Məsələn, konvergent sərhəddə Kuril və Aleut adalarını buna misal götürə bilərik. Divergentdə isə bütün adalar demək olar ki, vulkanikdir. Ona görə cavabımız burada 1, 2, 4 Y variantı olar. Bir əlavəniz var mı? Yox, əla.
Təşəkkürlər. Növbəti suala keçək. 13 nömrəli tapşırığa baxaq. Xəritə sxemində təsvir edilən A adasının sahəsi Ukrayna sahəsindən daha böyükdür. Bu adada həm şimal-şərq, həm də cənub-şərq küləşləri hakimdir. Yəni həm sağa meyl edən, həm də sola meyl edən küləklər mövcuddur. Əgər bunu deyirsə, demək ki, burada ekvator xətti ilə kəsişmə var. Əlbəttə ki, bu Kalimantan adasıdır. Orta qırışıqlıq vilayətində yerləşir ifadəsi doğrudur. Burada mezozoik qırışıqlığı mövcuddur. Sahilləri yalnız Sakit Okean suları ilə yuyulur. Ona görə ikinci ifadə səhvdir. Fəaliyyətdə olan vulkanlar mövcud deyildir. Düzdür, burada fəaliyyətdə olan vulkanlar mövcud deyil. Buradakı üç ölkədən, yəni burada üç ölkə İndoneziya, Malayziya və Bruney dövlətləridir ki, e, üç ölkələrdən yalnız biri üç yarımkürədə yerləşir. Yəni İndoneziya üç yarımkürədə yerləşir ifadəsi doğrudur. Alt bataqlıqlar üstünlük təşkil edir ifadəsi səhvdir. Burada üst bataqlıqlar olacaq, çünki rütubətlənmə misalı vahiddən böyükdür. Nival landşaftlara rast gəlinir. Burada hündürlüyü 4500-5000-dən yuxarı zirvələr olmadığı üçün bu mümkün deyil. Doğru cavab birinci, üçüncü və dördüncü olacaq. 1, 3, 4. Yəni Y variantı. Razısınız müəllim? Bəli, bəli, qatılıram mən. Növbəti sual 14-cü sualdır. Ekrana Ha, bu sığışdıraq. sığışmır deyəsən. Birinci sualın şərtini oxuyaq, ölkəni müəyyən edək, sonra Tamam. A E, ölkəsi. Xəritə sxemində göstərilən A və B ölkələri ada və yarımadada yerləşmirlər. Eyni işıqlanma qurşağında yerləşən bu ölkələrin dünya okeanına birbaşa çıxışı var. Bəli, deməli ada yarımada deyillər, amma okean və ya dəniz sahilindədir. A ölkəsi 2, B ölkəsi 3 yarımkürədə yerləşir. Deməli B ölkəsini ya ekvator, ya Qrinviç xətti, ya da 180 kəsəcək. A ölkəsinin aid olduğu materik 3, B ölkəsinin aid olduğu materik 2 işıqlanmada yerləşir. 2 işıqlanmada yerləşən Cənubi Amerika və Avstraliya materikləridir ki, Avstraliya yalnız bir ölkədən ibarət olduğu üçün ona uyğun gəlmir bu görünüş. Cənubi Amerikada bir ölkədir B ölkəsi və əgər 3 yarımkürədə yerləşirsə, orada Qrinviç və 180 olmadığı üçün deməli ekvator onu kəsir və burada fikir verirsə şimala doğru bir sıxıntı var, bir ucqar nöqtə var. Bu Kolumbiyadır. A ölkəsinə baxaq. Əgər A ölkəsi B ölkəsi ilə eyni işıqlanmadadırsa, Kolumbiya tropik işıqlanmada yerləşir. Deməli, bu ölkədə tropikdədir. Və 3 işıqlanma olan bir materikdədirsə, deməli 100% Afrika ölkəsidir. Bu görünüşünə görə Afrikada Kameruna uyğun gəlir. Elə burada da şagirdimiz qeyd edib. İndi baxaq bu ölkələr üçün doğru və yanlış fikirləri seçək. Kamerun demoqrafik keçidin ikinci mərhələsidir. Bəli, Kamerun digər Afrika ölkələrində olduğu kimi təbii artım partlayışla müşahidə olunur, demoqrafik partlayış. Bu da demoqrafik keçidin ikinci mərhələsi deməkdir. Oroqrafik yağıntı növləri üstündür fikri doğrudur, çünki orada Adamava dağları yerləşir və okeandan gələn rütubətli havanın qarşısını kəsdiyi üçün Kamerunda oroqrafik, yəni dağ yağıntıları üstünlük təşkil edir. İki işıqlanmada yerləşmir, onu heç bir tropik xətti kəsmir. Fəaliyyətdə olan vulkan mövcud deyil fikri yanlışdır. Elə Kamerun vulkanı burada yerləşir. Birinci saat qurşağında yerləşir fikri doğrudur. Çayları bir okean hövzəsinə aiddir fikri doğrudur. Yalnız Atlantik okeana aiddir. Kamerun haqqında biz burada 1, 2 və 4-ü götürdük. Mənim zəhmət olmasa bunu aşağı eləyərdiniz. İkinci ölkəyə tam baxaq. Bir dəqiqə. Aha. Deməli biz 1, 2, 4-ü götürdük Kamerun üçün. Bəli. İndi isə Kolumbiya haqqında fikirləri oxuyuruq. Həmsərhəd olduğu bütün ölkələr 3 yarımkürədə yerləşir. Demək istəyir ki, Kolumbiyanın həmsərhəd olduğu bütün ölkələr ekvator xətti kəsir. Bu fikir yanlışdır, çünki Venezuelanın ekvator xətti kəsmir.
Ərazisində geosinkronun platformaya çevrilməsinin üçüncü formalaşma mərhələsində olan dağ sistemi. Yəni geosinkronun üçüncü mərhələsi Cavan dağlardır və Ant dağları bura düşdüyü üçün bu fikir doğru olacaq. Cavan dağda Ant dağları. 21-ci saat qurşağında yerləşir. 21-ci saat qurşağı 24 çıxılsın 21 eləyir 3, 3 vur 15 edir 45. 45 dərəcə qərb uzunluğu Atlantik okeanın ortasında bir yerə düşür. Bu Kolumbiyaya düşməyəcək. Ona görə bu fikir yanlışdır. Günəşin günorta vaxtı minimum düşmə bucağının 66,5 dərəcə bucaq altında göründüyü məntəqə mövcuddur. Söhbət ekvatordan gedirsə, ekvator xətti Kolumbiyanı kəsir. Ona görə bu fikir doğrudur. Doğrudursa götürməyəcəyik. Ərazisində materikin sahəsinə görə ən böyük gölü yerləşir fikri yanlışdır. Cənubi Amerikanın ən böyük gölü Maracaibodur. O da Venezuela ərazisində yerləşir. Ən uzun çayı sahəcə ən böyük okean hövzəsinə aiddir. Buranın ən uzun çayı Magdalenadır. O da Karib dənizinə tökülürsə, Atlantik okean hövzəsinə aiddir. Ən böyük okean isə Sakit okeandır. Ona görə burada 2, 5, 6 olacaq. Cavabımız A variantı. Bir Təşəkkür. əlavəniz var mı müəllim? Təşəkkürlər, əla izah. Bir də çox üzr istəyirəm müəllim. Bu bayaqkı suala bir daha qayıdaq. Bu sualda, yəni səhv kimi götürülməyəcək. Bu sualda doğru cavab 1, 3 və 4 cavabı. Yəni C variantı doğru götürüləcək. Doğru cavab, yəni imtahanda şagirdlərimizə doğru cavab kimi C veriləcək. Biz uşaqları yəni yanlış yönləndirmiş olmayaq. Düzdür, bu fikirlə təbii ki, Orada razı deyilik, amma sadəcə olaraq biz rəsmi səhifədə baxdıqca həmin ölkənin, yəni söhbət Myanmadan gedir. Myanmanın rəsmi səhifəsində qeyd olunub ki, dövlət unitar dövlətdir. Düzdür, bizim ən çox istifadə edilən vəsaitlərimizdən biri güvən vəsaitdir. Sinif atlaslarıdır və bizim xəritə sxem topludur. Hamısında Myanma unitar kimi götürülsə də, amma onun rəsmi səhifəsində, federativ kimi götürsün. daha doğrusu biz federativ kimi versək də unitar götürülüb. Ona görə burada doğru cavab birinci, üçüncü və dördüncü götürüləcək. İndi bu real həyatda doğru ola bilər, amma şagird kitabdan oxuduğunu Google-dan araşdırmaq məcburiyyətində deyil də. Ona görə Bəli, biraz yəni bunu qarışıq. deməkdə məqsədim o idi ki, yəni şagirdləri yanlış yönləndirməyək. Yalnız bir sualda problem var. Ona uşaqlar üçün doğru gələcək. Hə, harda qalmışdıq müəllim? 12-ni oxudum mən səhv Hə, eləmirəmsə. 40. siz 14. 14-ü, 14-ü. 14-ü. Mən 15-i izah edəcəyəm. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Ölkə və onlara aydın xüsusiyyətlər verilib. Deyir ki, İran ən uzun çayı Xəzər dənizi hövzəsinə aiddir. Xəzər dənizinə tökülür. İranın ən uzun çaylarının, tanıdığımız ən uzun çayları Səfidrud və Hilmənd çaylarıdır ərazisindən axan. Yəni Hind okeanına tökülən iri bir çay yoxdur. Ya Xəzərə aid olacaq, ya da ki, Xəzərə aid olmayan daxili axar hövzəyə aid olacaq. Bunu saxlayaq. Bangladeş çayları yalnız bir okean hövzəsinə aiddir ifadəsi doğrudur. Yalnız Hində aiddir və relyef amplitudu 1500 metrdən azdır. Əlbəttə ki, düzən ərazilərdən ibarətdir. Qanq ovalığındadır. Ona görə bu doğru ifadədir. Pakistan ərazisində Tar səhrası yerləşir, K2 zirvəsi yerləşir. Tar səhrası yerləşsə də K2 zirvəsi burada yerləşmir. Finlandiya hərbi cəhətdən uzun müddətli neytral qalsa da, geosiyasi mühitin dəyişməsi nəticəsində NATO-ya üzv olmuşdu. Bəli, Finlandiya və İsveç son illərdə 2022-2023-cü illərdə NATO-ya üzv oldu və neytrallıqdan çıxdı. Kanada, ABŞ-ın son illərdəki iqtisadi siyasətindəki dəyişikliklər iqtisadiyyatına müsbət təsirlər göstərib. Bu yanlış ifadədir. Yəni son günlər xəbərlərdən də, sosial şəbəkələrdən də bilirsiniz ki, Amerika prezidentinin Kanadaya ərazi iddiası mövcuddur və təbii ki, bu müsbət nəticə deyil. Əslində burada ticarətdə ambarqolar və sanksiyalar tətbiq olunur. Özbəkistan əkinçilik suvarma şəraitində keçirilir. Məncə bu ərazinin çox hissəsi səhra və yarımsəhralardan ibarət olduğuna görə bu doğru ifadə olar.
Bu fikirlə müəllim siz də zəhmət olmasa bu suala fikrinizi bildirin. Çünki Burada birinci bənddə Hilmənd əslində İrandan keçən ən uzun çay Hilmənddir, 1150 kilometrdir. O da Xəzər hövzəsinə aid deyil. Ona görə aiddir. də birinci fikir bəli yanlış olacaq. Ümumiyyətlə Səfəruddan uzun bir dənə də Kanun çayı var orada. O da Hind okeanı hövzəsinə aiddir. Fərat Şətül Ərəbə tökülür da, yəni Hə, onların qoludur. başa düşdüm. Burada Hətta mən bir şeylə razı deyiləm. Düzdür, aha. cavab doğrudur. 2, 4, 6 götürürəm mən də. Amma K2 fikrimcə Pakistan-Çin sərhəddindədir. K2 zirvəsi, Çoqor zirvəsi. Çoqor zirvəsi axı e, demək Sinteziyan Uyğurda yerləşir. Bəli, yəni o Çin Pakistanla ərazisində sərhəddə yəni. deyə mənim yadımda qalıb. Ə, Amma 2, 4, 6 götürməkdən başqa burada bir seçim qalmır, düzü. Seçim də qalmır düzdür. Bəli. Başqa bir seçim mümkündürmü? Biz altını götürməyib. Yaxşı, altını götürməyib. 3-ü götürsək olarmı? 2, 3, 4 variantı var. Variant var, amma 6 da düzdür fikrimcə. Özbəkistan ərazisi. Özbəkistanda dağlıq ərazi mövcuddurmu? Fikrimcə yox, Turan ovalıdır. Bütünlükdə ovalıqdır. Bəli, müəllim, siz burada doğru qeyd edirsiniz ki, burada məsələn Özbəkistan ərazisində yalnız suvarma əkinçiliyi həyata keçirilir. Yalnız sözünə görə düşünürəm ki, bu səhv olmalıdır. Çünki Özbəkistanın cənub-şərq hissəsi dağlıq ərazidir. Biz də bilirik ki, hündürlük artdıqca rütubət də artır və orada yəni bu Dəmiyə dağlıq əkinçiliyi də. ərazilərdə dəmiyə əkinçiliyi mümkün ola bilər. Ona görə bunu yanlış götürək. Bəli, Bir də Qırğızstanla da sərhəddi var. Qırğızstanla bütöv dağlıq olduğunu nəzərə dağlıq alsaq, olur. dəmiyə olar yəni. Ə, Bəs burada 3, deməli 4 bax yox, bu 5 səhv yox. oldu. Bangladeş doğru götürdü. Hə, bir də K2 zirvəsi Pakistan və Çin sərhəddində yerləşir. Sərhəddə yerləşdiyinə görə doğrudur. Bəli, 2, 3, 4, yəni B variantı sualımızın doğru cavabı olacaq. Növbəti sualımıza keçək. Cədvəldəki ölkə ərazisindən uyğunluğu müəyyən et. Mozambik tropik siklonlar il boyu hakimdir. Dəstəkdə tropik siklonların yay aylarında daha hakim olduğu qeyd olunmuşdur. Ona görə bura doğru yazıb bu fikrin yanlış olduğunu düşünürəm. Bunu çıxıram. Danimarka relyef amplitudu 200 metrdən azdır. Danimarka e, okean sahilindədir və xəritədə də sırf yaşıl rənglə göstərmiş bir ərazidirsə, burada 200 metrdən alçaq olacaq. Bu fikir doğrudur fikrimiz, amma bura yanlış yazıb. Ona görə bunu da çıxırıq. Çin, Pamir, Tian-Şan və Xinqan dağları bu ərazidə yerləşir. Bəli, Çin ərazisində bu dağların hər birini yerləşir. Çili materikin ən yüksək zirvəsi yerləşir. Söhbət Akonqaguadan gedir. Akonqagua Çili ilə Argentinanın sərhəddindədir. Ona görə biz bunu Çiliyə də götürə bilərik. Bu fikir doğrudur, amma qarşısına yanlış yazılıb. Sadəcə mən bunu çıxsam cavab çıxmayacaq indi. Bir də baxarıq. Misir iki qitədə, iki yarım kürədə yerləşir. Sahilləri iki okeanın suları yuyur və çox hissəsi tropik işıqlanmada yerləşir. Burada bütün fikirlər doğrudur, amma çox hissəsi tropik işıqlanmada yerləşir. Fikir yanlışdır, çünki tropik xətti Çinin Misirin cənubundan keçir. Yəni kiçik bir hissəsi tropikə düşür. Bu yanlışdır, qarşısına da yanlış yazılıb. Ona görə bunu götürürük. Taylandda fəaliyyətdə olan vulkanlara rast gəlinir. Burada vulkan yoxdur. Bura doğru yazılıb. Bu fikir yanlışdır. Burada 3 ilə 5-i götürdük. 4-ü Aconcagua Argentina Çili sərhəddindədirsə, məncə bunu biz Düz götürməliyik, sərhəddədir. amma qarşısında yanlış yazılıb. Ona görə qayıdırıq 1-ə baxırıq burada. 3 ilə 5-i götürmüşüksə. Mozambikdə tropik siklonlar il boyu hakimdir. Mən bu fikri sırf yayda deyə xatırlayıram müəllim. Tropik siklonların Nə təsiri deyəcək? altında qalan ərazilərdir Mozambik. Amma tropik siklonlar il boyu hakimdir deyirsə, orada əslində tropik iqlim qurşağıdır, düzdürmü müəllim? Əsas Bəli. iqlim qurşağıdır. Və əsas iqlim qurşağıdsa il boyu hakim olmağı məncə doğru ola bilər. Çünki burada fəsil dəyişkənliyindən dəyişkənliyi
belə deyək də, subekvatorial hissədə ola bilər, amma tropik iqlim qurşağında yerləşir və tropik siklonlar da həmin ərazi üçün xarakterlikdir deyə yay-qış eyni fəsil olduğuna görə bu məncə doğru olar. Məncə də, yəni Çilini onsuz da atacağıq biz burada. 1-3-5 qalır və demək ki, tropik Doğru. iqlimdə olduğu üçün siz haqlısınız burada. Bəli. Deməli, burada cavab nə götürdük? 1-3-5. Bəli, 1-5 doğru bənd. Növbəti sualımıza baxaq. Az su anbarı K və el ölkələri ərazisində yaradılmışdır. Bu su anbarı materikin ən uzun çayı üzərində yerləşir. Anbarın böyük hissəsi K ölkəsinə aiddir. Ondan çayın axını tənzimlənməsində, elektrik enerjisinin istehsalında, suvarmada, gəmiçilik və balıqçılıqda istifadə edilir. Su anbarı ərazinin iqlimə böyük təsir göstərmişdir. Belə ki, anbarın tikintisindən sonra buludlu və yağışlı günlərin sayı artmış və orta illik temperaturu 2 dərəcə aşağı düşmüşdür. Rütubətlik 15-20% yuxarı qalxmışdır. Sutkalıq brizlərin təsiri güclənmişdir. Məncə də burada Assuan, Nasir su anbarından söhbət gedir. K ölkəsi burada, əsas hissəsi K ölkəsidirsə, burada Misir dövlətidir və el ölkəsi isə Sudan dövlətidir. Çünki Sudan və Misir ərazisində yerləşir. Mətnə əsasən KB ölkələri üçün ümumi xüsusiyyətləri müəyyəndir. Hər ikisi üçün ortaq, yəni ümumi xüsusiyyətidir. İki işıqlanma qurşağında yerləşir. Bu Sudan üçün doğru deyil, Misir üçün doğrudur amma. Tropik iqlim qurşağında yerləşdiyinə görə hər ikisi üçün pambıq becərilir ifadəsi doğrudur. Respublika idarəetmə formasına malikdirlər. Əlbəttə ki, hər ikisi respublikadır. Əhalinin əksəriyyəti Afro-Asiya dil ailəsinə mənsubdur. Hər ikisi ərəblərdən, əhalinin əsas hissəsi ərəblərdən təşkil olunduğu üçün bu da doğru ifadədir. Materik daxili mövqeyə malik olan ölkə ilə quru sərhəddi mövcuddur. Misirin sərhəd olduğu bütün ölkələr demək olar ki, hamısı okeana çıxışı mövcuddur. Məsələn, İsrail, sonra İsraillə sərhəddi mövcuddur. Elə Sudanın yoxdur çıxışı. Sudanla, yox, Sudanın çıxışı var axı. Hə, Sudan var. Bəli, Şimali Sudandan söhbət, Cənubi Sudandan söhbət getmir. Və Liviyanın çıxışı var. Deməli, bu Misir üçün doğru ifadə deyil. Savanna və seyrək meşə də olmaz. Burada doğru cavab ikinci, üçüncü və dördüncü bənd olacaq. Yəni C bəndi. Burada fikriniz varmı əlavə? Yox, bu mətn elə 9 sinif dərsliyindən olan bir mətndir və Bilmirəm. siz də düzgün izah elədiniz fikrinizi. Doğru. Növbəti sual. Bu AB ölkələr sizin payınıza düşür nəsə? Hə, yaxşıdır, mənim ölkənin aram yaxşıdır. Taparıq. Buyurun. A ölkəsinin sahillərini yalnız iki dəniz suları yuyur. Bu dənizlərdən biri daxili, biri isə kənardır. Bu ölkə ərazisində iki dənizi birləşdirən gəmiçilik kanalı çəkilmişdir. İki dənizi birləşdirən gəmiçilik kanalı deyəndə söhbət yəqin ki, burada Kir kanalından gedir və Almaniya ərazisindədir Kir kanalı. Almaniyanın da ərazisini iki dəniz suyu, Şimal və Baltik dənizi yuyur ki, biri şimal kənardır, Baltik isə daxili dənizdir. Bu Almaniyadır, A ölkəsi. İndi görək Almaniya haqqında hələ bu B-ni də tapaq, sonra oxuyarıq yaxşı. B ölkəsi materik daxili ölkələr içərisində ən böyüyüdür. Gəl böyük ölkələri saysaq, Rusiya, Kanada, Çin, ABŞ, Hindistan, Avstraliya, Braziliya, sonra isə Qazaxıstan gəlir. Bunlardan çıxış olmayan yeganə ölkə Qazaxıstandır. Burada da söhbət Qazaxıstandan gedəcək. Birinci Almaniya aid olan variantları seçək. Federativ inzibati ərazi quruluşuna malikdir. Bu doğrudur. Almaniya Federativ Respublikadır. Çayları iki okean su toplayıcı hövzəsinə aiddir fikri yanlışdır. Yalnız Atlantik okeana aiddir. Ərazisi iki iqlim vilayətində yerləşir. Həm mülayim dəniz, həm də mülayim kontinental. Bəli, iki iqlim vilayətində yerləşir. Əhalinin əksər hissəsinin danışdığı dil Əfqanıstan əhalisinin danışdığı dillə eyni ailəyə mənsubdur. Almanlar German qrupudur, Hind-Avropa dil ailəsidir. Əfqanlar İran qrupudur, o da Hind-Avropa dil ailəsidir. Bu fikir doğrudur, amma yanlışın altında yazılıb, bunu çıxırıq. Alp qırşığında yaranan dağlara rast gəlinir. Belə, bəli, elə Alp dağların şimal hissəsi bu ərazidədir. Bu fikir də doğrudur. Buzlaq mənşəli akkumulyativ düzənliklərə rast gəlmir fikri yanlışdır. Çünki Avropanın həmin hissələri 4-cü dövr buzlaşmasına məruz qalıb və orada buzlaq mənşəli akkumulyativ düzənliklər var. Almaniya 1-3-6-nı götürüb keçək Qazaxıstana aid olanlara baxaq. Burada bir əlavəniz var mı? Xeyr, müəllim, keçin.
Burada neçə götürdünüz? Yadda saxlayın zəhmət olmasa növbəti suala keçək. 1-3-6. Hı -hı. 1-3-6. O sağ səni silərdi zəhmət Aha. olmasa. Ümumi mən yazaram 1-3-6. Aha. 1-3-6-nı götürdük A'ya. İndi B-yə baxırıq. Qazaxıstana aid olanlara baxırıq. Ərazisindən axan ən uzun çayın töküldüyü əsas çayın mənsəbi deltadır. Söhbət burada Ob çayından gedir. O İşimırtış, Tobol, Qazaxıstan ərazisindən Oba tökülür və Obun mənsəbi estuaridir, delta deyil. Ona görə bu fikir yanlış olacaq. Ərazisinin əsas hissəsi keçid iqlim qurşağında yerləşir. Qazaxıstan mülayim iqlim qurşağındadır. Keçid deyil, əsas iqlimdir. Bu fikir də yanlış olacaq. Ərazisinin bir hissəsi Paleozoy arasında formalaşmış platforma üzərində yerləşir. Bəli, Qazaxıstan həm Turan platformasına düşür, ona görə də bunu götürə bilərik. Cavan platformadır. Qoşulmama hərəkatına üzvdür. Qazaxıstan qoşulmama hərəkatına müşahidəçi qismində iştirak edən bir dövlətdir. Üzv deyil, yanlışdır. Bunu götürəcəyik. Yalnız iki ölkə ilə quru sərhəddi var. Təbii ki, yanlışdır. Qazaxıstan, Türkmənistan, Çin, Özbəkistan, Rusiya kimi ölkələrlə sərhəddi var. Bu fikir yanlışdır. Bunu da götürürük. Prezident idarə etmə sisteminə malikdir. Bəli. Qazaxıstan prezidentli respublikadır. Bu fikir doğrudur, amma yanlışın altında verilib deyə onu elədik. 1, 3, 6, 3, 4, 5 D variantı deyə düşünürəm. Sizin bir əlavəniz varmı? Yox, yox, heç bir əlavəm yoxdur. Suala baxıram ki, 19-cu sual, 20-ci sual yenə də ölkələrlə bağlıdır. 19-cu sualda cədvələ əsasən böyük yeddili ölkələr üçün uyğun əlamətləri müəyyən edin. Öncə böyük yeddili ölkələri tanımalıyıq. Bilməliyik ki, Amerika qitəsində ABŞ, Kanada, Avropa qitəsində 4 ölkə: Böyük Britaniya, Fransa, Almaniya və İtaliya. Biri isə Asiya qitəsindən Yaponiya dövlətidir. Bunlar hər biri yüksək inkişaf etmiş ölkələrdir. Sahəcə ən böyüyü əkinçiliyin keçmişdə sahəcə ən böyüyü Ən kiçiyin. hə, Ən bir kiçiyin sahəcə keç. ən böyüyü ən kiçiyin keçmişdə müstəmləkəsi olmuş. Sahəcə ən böyük Kanadadır, ən kiçiyi isə Böyük Britaniyadır. Müstəmləkəsi olmuşdur Böyük Britaniyanın. Bu doğru ifadədir. Bu ölkələrin payına dünyanın ümumi sənayesinin 40%-dən çoxu düşür. Belə bir ifadə 9-cu sinif dərslikdə keçir deyə doğrudur, yanlış verilib. Bu ölkələrdən ikisində əhalinin əksəriyyəti Hind-Avropa dil ailəsinə mənsub deyil. Yaponiyada deyil. Qalan hamısında demək olar ki, Hind-Avropa dil ailəsində, düzdürmü? Yalnız Yaponiyada. Bəli, yalnız Yaponiya. Ona görə bu ifadə səhvdir, ikisi dediyinə görə. Aralarında aralarından ikisinin sahilləri 3 okean suları ilə yuyulur. Deməli, burada bir Kanadanın sahilləri 3 okean suları ilə yuyulur, bir də ABŞ-ın sahilləri 3 okean suları ilə yuyulur. İfadəsi doğrudur, yenə yanlış verilib. Əhalisinin sayına görə ən böyüyünün ərazisi 3 işıqlanma qurşağında yerləşir. Əhalisinin sayına görə ən böyüyü ABŞ və 3 işıqlanma qurşağında yerləşir. Tropik, mülayim və qütb doğrudur. Aralarında yalnız biri NATO ölkəsi olmayıb, qoşulmama hərəkatına üzv ölkədir. Yalnız biri NATO üzv deyil, Yaponiya. Yaponiya qoşulmamaya üzvdürmü? Deyil, deyil. Deyil. Yanlışa yanlış verib deyə uyğundur. Qoşulmamaya üzv olan bir inkişaf etmiş ölkə var idi. O da Çar olmalı, səhv etmirəmsə. Bəli, Cənubi Afrika Respublikası. Doğru. Bəli. Uyğunluq istədiyinə görə 1, 5, 6 olacaq. Yəni A bəndi. 20-ci suala baxaq. Baxaq. A gölü aid olduğu qitənin ən böyük gölü olmaqla yanaşı 3 yarımkürədə yerləşir. Bu Viktoriya gölündən söhbət gedir. Afrikanın ən böyük gölüdür. Ekvator xətti onu kəsdiyi üçün 3 yarımkürədə yerləşir. B gölü yalnız bir qitənin, bir ölkənin ərazisində yerləşir. Həmin qitədə sahəsinə görə ən böyük göldür. Aid olduğu ölkənin isə sahəsinə görə ən böyük gölü deyil. Bu fikrimcə Ladoqa gölüdür. Ladoqa Avropanın ən böyük gölüdür. Rusiya ərazisində yerləşir, amma Rusiyanın ən böyük gölü Ladoqa gölü deyil.
Səhv eləmirəmsə Baykal gölüdür də, düzdür müəllim? Məncə də. İndi baxaq, Viktoriya və Ladoqa göllərinə baxaq. Viktoriya gölü. Qrabendə yerləşir? Xeyr. Qrabendə Tanqanika ilə Nyasadır. Afrikada Viktoriya tektonik əyilmə zonasındadır. Bir neçə ölkənin ərazisi hesab edilir və bu ölkələrdən biri iki yarımkürədə yerləşir. Uqanda, Kenya və Tanzaniya ərazisindədir. Kenya və Uqanda ekvator xətti ilə kəsişir deyə üç yarımkürədədirlər. Amma Tanzaniya iki yarımkürədədir. Yəni biri iki yarımkürədədir fikri doğrudur. Yerləşdiyi qitənin qərbində fəaliyyətdə olan vulkan mövcuddur. Afrikanın qərbində fəaliyyətdə olan vulkan əgər qitə götürürsə, Kanar adalarında Tayde vulkanı var. Materikin özündə də Kamerun vulkanı var. Ona görə hər ikisi də fəaliyyətdədir. Bu fikir doğrudur. Stoplayıcı hövzəsinin aid olduğu okeanda litosfer havalarının konvergent hərəkəti nəticəsində yaranmış adalar mövcuddur. Viktoriya gölü Atlantik okeanı stoplayıcı hövzəsinə aiddir. Nil çayı ora tökülür. Atlantik okeanda da Karib havasının sərhəddində konvergent hərəkət nəticəsində yaranmış adalar mövcuddur. Bu doğru fikirdir. Amma yanlışın altında yazılır. Aid olduğu ölkələrdən yalnız biri okean sahili mövqeyə malikdir fikri yanlışdır. Çünki həm Kenyanın, həm də Tanzaniyanın okeana çıxışı var. Michigan gölü ilə müqayisədə sahillərin mütləq hündürlüyü daha çoxdur fikri doğrudur. Xəritədə də Michigan ərazisi yaşıl, Viktoriya gölü ərazisi nisbətən qəhvəyi rənglə göstərilib. Yəni Viktoriya daha hündürdədir Şərqi Afrika yaylasında. Bu fikir doğrudur, amma yanlışda yazılıb. Viktoriyaya 2, 3, 5-i götürdük. İndi Bir dəqiqə mən Ladogaya bax. üzr istəyirəm. Yəni qeyd edeyim ki, suallar bitəndən sonra suallar haqqında həm Sərdar müəllim, həm mən fikirlərimizi bölüşəcəyik. Yəni axıra kimi baxmağınız tövsiyə olunur. Hə, bir də Rusiyanın ən böyük gölü, bəli, daxilində hər tərəfi bütünlükdə Rusiyada yerləşən ən iri göl Baykal gölüdür. Amma ümumilikdə Xəzəri nəzərə alsaq, təbii ki, Xəzərin sahəsi daha böyükdür. Hə, E, orada sırf ölkədə yerləşir deyir deyə Xəzəri bəli. götürmədik. İkincini buyurun, davam edin. Ladoqa gölünə aid bu 2, 3, 5-i yazaq bura yadımızdan çıxmasın. A gölü. B gölünə baxırıq. Ölkəmizdə yerləşən Tufan göllə eyni mənşəlidir. Ladoqa gölü buzlaq mənşəlidir, Tufan gölü də buzlaq mənşəlidir. Bu fikir doğrudur. Həcminə görə yerləşdiyi ölkənin ən böyük gölüdür. Bunu elə şərtdə də yazmışdı ki, ən böyük gölü deyil. Bunu çıxırıq. İki okean stoplayıcı hövzəsinə aiddir. Xeyr, Ladoqa Atlantik okeanın stoplayıcı hövzəsinə aiddir. Aid olduğu qitənin ən uzun çayından kanal vasitəsilə gəmilər qəbul edir. Avropanın ən uzun çayı Volqadır. Volqadan da bura kanallar gəlir. Volqa-Baltik kanalı var. Həmçinin oradan Onegaya, oradan da Sevir çayına Ladogaya gəlməyə mümkündür. Ona görə bu fikir doğrudur. Amma yanlışın altında yazılıb. Kamçatka yarımadası ilə eyni iqlim vilayətində yerləşir. Ladoqa mülayim kontinentaldadır. Kamçatka mülayim dənizdə. Eyni deyillər. Bu yanlışdır. Ona görə götürürük. Bunu niyə götürmüşəm? Bir okean deyil. Hə. Mənbəyi olduğu ən uzun çayın töküldüyü dəniz iki işıqlanma qurşağında yerləşir. Buradan çay Baltik dənizinə tökülür. Baltik dənizi də şimal qütbləri ilə kəsişmir. Ona görə iki işıqlanma yox, bir işıqlanma qurşağında yerləşəcək. Neva çayı axır oradan Baltika. Bu fikir yanlışdır. Burada 1, 5, 6-nı götürəcəyik. Cavabımız olacaq Y variantı. Belə, təşəkkür edirəm müəllim izahlara görə. Çox Buyurun, sağ olun. suallar Mən də haqqında sizə zəhmət təşəkkür edirəm. olmasa, sağ olun. Suallar haqqında öz fikirlərinizi qısa zəhmət qeyd edin. Suallar təbii ki, olimpiyadadır bu. Burada düşündürücü, həm də dərslikdən kənar məlumatlardan olduğu suallar var idi. Bəzi suallarla, məsələn, o Myanmanın e, unitar olmasını şagird hardan bilməlidir? Onu mən onunla razılaşmıram. Yəni oturub heç kim məncə araşdırmır ki, öz-özünə ki, Myanma görüm unitardır ya federativdir. E, Bir də orada bir sualda iki variant var idi. İkisi də doğru idi. Qalan suallar məncə
çətinlik dərəcəsi yaxşı idi. Yəni samballı suallar idi, belə deyək. Yaxşı suallar çox idi. Əsasən də bu şeyləri bəyəndim. A gölü, B gölü, A ölkəsi, B Bu ölkəsi. yeni Yəni hamısı, yeni yanaşmaydı, bəli. hə, tərslikdən də hamısı mənə düşdü. Amma yaxşı suallar idi. Haqqınızı halal edin. Bu gün sizə çox əziyyət verdi. Bəli, mənim də suallara fikrim ondan ibarətdir ki, bu olimpiada suallarıdır. Təbii ki, olimpiada sualları çətin olmalıdır və indi gəlin buna başqa yöndən yanaşaq ki, sualların bu cür tərtibatı həqiqətən də əziyyət tələb eləyir. Yəni test yazan müəllimlər, test yazan insanlar bunu bilər ki, həqiqətən də bu formada işin ortaya qoyulması nə qədər sual çətin olanda müəllif də bir o qədər də daha çox əziyyət çəkir. Təbii ki, sualların çətin olması abituriyentlər üçün, daha doğrusu olimpiyada hazırlaşan şagirdlər üçün, yəni yenə də məsələn limit var. 30 nəfər hər iki yaş qrupundan növbəti mərhələyə keçəcək. Suallar çətin olsa da 30 nəfər keçəcək, asan olsa da ilk yüksək nəticə yığan 30 nəfər keçəcək. Yəni belə deyək, əgər suallar çox asan da olsa, keçid balı yuxarı qalxacaq. O zaman belə bir problem yaranacaq ki, niyə keçid balı digər fənlərdə aşağıdır, coğrafiyada yuxarıdır. Yəni burada təbii ki, sualların çətinlik səviyyəsi ona görə nəzərə alınır, ona görə tənzimlənir. Suallar ümumilikdə bəli, bir dənə texniki problem var idi. Təbii ki, iş olan yerdə nöqsan da olar. O texniki problem yəqin ki, şagirdlərə daha olimpiyada hazırlaşan şagirdlər üçün müsbət, yəni plus olaraq gələcək. Digər suallarda isə bəli, Myanma sualına sizlə razıyam. Orada bütün vəsaitlər o formada yazır. Amma olimpiyada sinif dərsliklərindən kənar, məsələn, müəllim, bəzən elə şagirdlər olur ki, müəllimdən daha çox araşdıran, daha çox maraqlı olan şagirdlər var. Olimpiyadanın da sırf məqsədi yaxşı şagirdləri seçməkdir. Təbii ki, olmasaydı daha yaxşı olardı ki, şagird əlbəttə ki, hazırlaşan şagirdlərimiz, bizim şagirdlər qarşı hamısı dərsliklərə əsasən hazırlanır və dərslikdən və kənara çıxmırlar və bizim vəsaitlərə baxırlar. 6-11 Atlas olsun, istər güvən vəsaiti olsun. E, Yəni bir dənə o məsələni nəzərə alsaq, qalan suallar həqiqətən də üzərində çox işlənmiş suallar idi və çətinlik səviyyəsi çətin olan suallar idi. Yəni çətin suallar idi hamısı. Belə. Bəli, məsələn biz özümüz sual yazırıq. Elə olur ki, bir günə 2 sual yaza bilirik, 3 sual yaza bilirik. Doğrudur. Yəni heç bu çətinlikdə də olmur, yəni həmin suallar. Yəni bu böyük əziyyət tələb edir. Təbii Həqiqətən də ki. bu Yəni qədər müəlliflərə də şey təşəkkür düşünmək. edirik ki, Bəli. əziyyətlər var əlbəttə. Amma ümumilikdə iradımız bir dənə Myanmaya idi ki, inşallah növbəti mərhələlərdə bu tip məsələlərə Bir də toxunmaz. Mercosur təşkilatı var orada. O da Bəli, o dərsliklərdə təşkilat olmayan bir şeydir. düzdür, Belüks təşkilatıdır, Mercosurdur. Bunlar dərsliklərdə olmayan məlumatdır. Lakin bəzi vəsaitlərdə onlar haqqında məlumat qeyd olunub. Ə, Şagird, yəni demək istəyirlər ki, ətraflı olsun. Çünki olimpiyada sırf dərsliklərə əsaslansın deyə bir şey də yoxdur. Olimpiyada dünya görüşünə əsaslanan bir layihədir. Ona görə düşünürəm ki, kənara çıxmalar ona görə olur. Amma elə formada çıxmaq olar ki, dünya görüşü olan şagirdlər yazsın, amma o Myanma sualında həqiqətən mən sizin fikrinizə razıyam ki, heç kim gedib bir saiti axtarıb araşdırmır. Belə, Məsələn, keçən düşmüşdü ki, COP 30 harda keçiriləcək? Bu dünya görüşüdür. Bunu şagird xəbərlərdən, oradan buradan görə bilər, yəni görə bəli. biləcək bir şeydir. Yəni o daha yaxşı idi, nəinki Myanma məncə. Təbii ki, iş olan yerdən nöqsan da olur. Yəni bu məsuliyyətli bir işdir həqiqətən, amma indi belə məsələlər olanda da inşallah ki, növbəti dəfə olmaz deyək. Belə. Çox sağ olun müəllim bir daha. Çox sağ olun, təşəkkür edirəm. İzləyicilərimizə də təşəkkür edək. İzlədiyiniz Hə, üçün təşəkkürlər. sağ olun. Sağ olun.